Əli kazinodan çıxanda əvvəl heç hiss etmədiyi bu siqnal onu daxilən narahat etməyə başlamışdı. Artıq neçə vaxt idi ki, bu narahatçılıq hissi ona uğramırdı. Nə qumar ucbatından yoldaşı onu tərk edib gedəndə, nə ailəsi onu borclarına görə siləndə, nə də sərxoş vəziyyətdəykən böyük oğlunun onu evə aparıb, vanna otağına soxub cimizdirəndə. O belə bir narahatlıq hiss etməmişdi. Duyğusuz bir mexanika idi. Əli əvvəlki oyundan sonra güclə biraz bağladığı borcunun üstünə bu məğlubiyyətlə yenisini əlavə etmişdi. İndi evdə onu gözləyəndə yox idi ki, söhbət edib dərdini desin. O tənha idi, tək tənha. Hətta niyə evə gedirdi ki? Boş-boş divarlara baxıb evdəki əşyalarla danışmaq üçün, yoxsa dəli olmaq üçün. Balağına qədər zibilin içinə batmışdı onsuz da. Bir də öz dəliliyini çəkə bilməzdi. Yoldan çox az sayda insan keçirdi. Yolun kənarında belini divara söykətdi, yerə sürüşdürdü özünü. Başını əllərinin arasına aldı çarnaçar vəziyyətdə. Bəlkə bir işıq? Və bəlkə ömründə ilk dəfə Allaha yalvardı içindən. Allahım yalvarıram, bəlkə bir işıq. Sonra telefonuna bir mesaj gəldi. Bu qumar oynadığı dostlarıyla qurduğu qrup idi. Ora bir xəbər linki atmışdılar. Linki açdıqda xəbəri şok içində oxudu. Hökumətin son verdiyi qərar hamımızı şoka saldı. Axşam olmasına baxmayaraq, bu qərarın təsiri ilə hökumət binasının qarşısında etirazlar başlanıb. Şəriət dövləti qərarı cəmiyyətin bir hissəsini olduqca sevindirsə də, digər hissəsini demək olar ki, özündən çıxarıb. Bir müddət sonra ixtişaşların artması ilə baş verəcək hadisələr insanları çox narahat edir. Saytımızda mövzu ilə bağlı ən son xəbərləri paylaşacaq, bizi izləməyə davam edin. Demək mühafizəkarlar axır ki bacarmışdılar, məqsədlərinə çatmışdılar. Nə olacaqdı indi? Şəriət barəsində həqiqi mənada düşünməmişdi heç vaxt. Şəriət sözünün İslamla əlaqəsi var idi. Beynindəki bu haqda məlumat sadəcə bu idi. O şəriət sözünün anlamını belə bilmirdi. Amma bircə şeyi də bilirdi. İslamda qumar oynamaq haram idi. Artıq qumar oynaya bilməyəcəkdi. Damarların hirsin necə axdığını hiss etdi anbən. Və Allahdan istədiyi işığın bu olduğundan xəbərsiz hökumət binasının qabağında tüyana qalxan cəmaatın arasına qarışmaq üçün cəld yol aldı.